Bugün 12 Mart 2026 il. Uzun yağışlardan sonra bazı zayıf arı ailelerimiz var ki onlara bakış keçirəndə artık müşahidə etdik ki ana arısı yoktur. Bakın arılar necə narahatdılar. Qanat çırpırlar. Payızda 6 çərçivədə qışa girmişdi dostlar. Baxın, indi müəyyən səbəblərdən ana arısı ölüb, ailə zəifləyib. Yəni havalar yağışlı olduğundan bunlara biz vaxtında baxış keçirə bilmədik. İlk növbədə nə etmək lazımdır? Baxın, bu cür anasız 2-3 çərçivəlik ailələri anası olan zəif ailələrlə birləşdirmək daha məqsədə uyğun olar. Amma mən bunu etmirəm. Yəni gənc arıçılara tövsiyə edirəm ki, bu cür eləsinlər. Birləşdirsinlər. 2 zəif ailəni bir ana ətrafında birləşdirsinlər və ailə yaxşı start götürəcək və tez qalxar. Amma bizim qışlamaya girən nukleoslarımızda ehtiyat ana arılarımız var. İndi oradan gözəlçəni götürüb bu arı ailəsinə qəbul etdirəcəyəm. Bu kiçik nukleus 1-2 ovuz arı ilə gəlib mart ayının 12-sinə qədər çıxdı. Ay maşallah. Deməli dostlar, bizim çox az miqdarda arısı qalıb, amma demək baxaq. ...29 Avqustda çıxmışdı ana arı Carnica perner. Yəni 2025-ci ildə gələn ana arı, Avqustda gələn ana arı. 29 Avqustda ondan köçürülmüş sürfələrdən çıxmışdı bu ana arı. 11 sentyabrda artıq yumurta qoymuşdu. Göz ölçəmizi götürək. Gözəllər gözəli hardasın? Görək yumurta. Ay ay ay. Bax bu kiçik çərçivəyə bilmirəm göstərə bilirəmmi? Artıq yumurta atıb. Buradadır. Sen burada ne inirsən? Ay gözəlçə. Sen harda gizlənmisən? Gözəllər gözəli. Bu gözəlçə 2025-ci ilin gözəlçəsidir və sentyabr mayalanması. Bu kiçik nukleus da artıq gəlib
Mart ayına çatdı. Əssalam. Dostlar, bunun yanına arı koymasaq da olar. Amma mən qoyuram. Nə üçün qoyuram? Ona görə qoyuram ki, ananın yanında bir neçə arı olsun. Siz baxın, bir neçə saniyə cəmi keçir. Baxın, arılar, yəni anasız qalmış bu kiçik ailə, baxın arı, ana arını görüb, baxın necə toplaşırlar. Bu arı ailəsinə mən bu cür ballı, güləmli çərçivə qoyaram. Belə. Baxın dostlar. Ana belə şeydir ya. Anasızlıq belədir. Baxın bunlar nə qədər bu ana arının həsrətindədirlər. Hələlik siz qalın burada. Sizə ballı ramka qoyum. Demək dostlar, gördünüz mü? Mən indi bu ana arı qəfəsinin kiçik gözünü dərhal açıram. Kiçik gözü dərhal açıb koyacağım. 2 gündən sonra da böyük gözünü açacağım. Əssalam. Bəs eləyir. 2 çərçivə kifayətdir. Arı keklərini də qoyarıq üzərinə. Bax belə. Bu da oldu.